Dostlar salam. Bugün sizə bir qazanxana göstəririk və bu qazanxana biz söküb yenidən quracağıq. Burada xeyli problemlər var. 50 kilovatlıq Maktek kombisi dəyişəcək, bir kontrollu 40 kilovatlıq qazan qoyacağıq. Çünki bu kombidir və eyni anda həm evə, həm boilerə işləyəndə deyək ki, evdə 40 dərəcə temperatur bəs eləyir, o zaman boiler qızmır. Və boileri qızdırmaq lazımdırsa 60 dərəcəyə qoyurlar, onda evdə isti olur. Təbii ki, burada heç evdə normal işləmir. Ona görə də hər şeyi söküb yenidən eləyəcəyik. Bir dənə bunu zəhmət olmasa göstərirlər. 32'li muftu 25'li polipropilen üçlüyün üstünə paykalayıblar. Əhsən. Dostlar və nəhayət ki biz qazanxananı yığıb qutardıq. Burada biz Mizudo 40 kilovatlıq bir kontrollu qazandan istifadə eləmişik. Bundan sonra müştəri ayrılıqda boileri və ayrılıqda istilik sistemini işlədə biləcək. Yay rejimində isə sadəcə qazanı adi kombi kimi yay rejiminə keçirdəcək və boilerə tələb olunanda qazan işləyəcək. Əvvəl isə burada Maktek idi 50 kilovatlıq və o demək olar ki fasilə eləmirdi. Evin temperaturunu qaldıranda boilerdə qızırdı, boilerdə temperatur qaldıranda evdə istidən yanmaq olmurdu. Yəni bu problemi biz buradan aradan qaldırdıq. Deməli bu qazanda iki gediş var. Gedişin biri görürsünüz hidravlik bölgücəyə gedir, oradan da istilik sistemindən. Bir gediş isə boilerin serpantisinə qoşulur. Boilerin serpantisindən geri dönüş gəlir, istilik sisteminin geri dönüşü ilə birləşərək qazana qayıdır. Burada isə bizim yalnız soyuq suyumuz var. Adi kombilərdən fərqli olaraq bu soyuq su sistemi doldurmaq üçün lazımdır. Yəni təzyiq düşərsə oradan sistemi doldururuq. Əvvəlcədən sistemlərinizi peşəkarlara həvalə edin ki, 2 dəfə xərcə düşməyəsiniz və komfort əldə edə biləsiniz. Bu Mizudo qazanı həmçinin də mobil tətbiqi var. Bunu artıq müştəri özü öz telefonuna quraşdıracaq. Bura çünki bağ evidir və bağa gəlməmişdən qabaq onu işə salıb artıq isti evə gələ biləcək. Bu qədər dostlar. Özünüzə yaxşı baxın, yoxdur qoy qalıq.